Salam dəyərli müəllimlər. Problem əsaslı öyrənmə və sorğu əsaslı öyrənmə arasında fərqi sizinlə bölüşmək istəyirəm. Problem əsaslı öyrənmədə müəllim konkret bir problem verir uşaqlara. Məsələn, belə bir problem verir. Uşaqlar qrup işi zamanı çox səs-küy olur və şagirdlər bir-birini eşidə bilmir. Bu problemi necə həll edərsiniz? Ümumiyyətlə, problem əsaslı öyrənmədə uşaqlar problemin həllini verməlidirlər. Elə bil, nəsə dizayn eləməlidirlər və yaxud nəsə əl ilə toxunan bir şey nəsə oradan sinifdən asmalıdırlar. Və uşaqlar burada deduktiv düşünür. Niyə görə deduktiv düşünür? Yəni, ümumi bir problemi, ümumi bir məsələni axırda xüsusi bir həllini tapır deyə. Ona görə ona deduktiv düşünmə deyirlər. Yəni, burada bu deduktiv düşünmədən istifadə edilir. Müəllim burada fasilitatordur. Nə deməkdir? Yəni, müəllimin burada müdaxiləsi çox deyil. Sadəcə müəllim nə edə bilər? Tutaq ki, uşaqlara kağızlar verir, markeri verir, lövhə verir, balaca lövhələr ola bilər. Və yaxud saatı deyir onlara, deyir, məsələn, 10 dəqiqə verirəm sizə və yaxud 15 dəqiqə verirəm buna görə sizə. Fasilitator o deməkdir ki, müəllimin bura müdaxiləsi çox deyil. Çünki müəllimin müdaxiləsi nə vaxt çox olur? Ona da bələdçi deyirlər. O zaman ki, müəllim uşaqlar yolundan aza bilərlər. Yəni, elə bir aktivitə ola bilər ki, fəaliyyət ola bilər ki, uşaqlar yolundan azsın. Onda müəllim bələdçilik eləyir, fasilitatorluq yox. Burada bir dənə problem, aydın bir problemdir deyə uşaqların yolunu azması mümkün deyil də. Ona görə müəllim burada sadəcə fasilitatordur. Yəni, uzaqdan dayanıb çox müdaxilə eləməyən bir şəxsdir. Burada müəllim deməli deduktiv düşünürlər uşaqlar. Amma sorğu əsaslı öyrənmədə müəllim belə bir sorğu əsasında sadəcə bir sual verir müəllim. Real problem ortaya qoymur. Sadəcə bir dənə açıq sual verir və uşaqları düşünməyə vadar edir. Bu axırda da uşaqlar bu suala elə bil ki cavab tapırlar da. Yəni, bu sualı izah eləyən, elə bil ki, müəllim belə bir sual verir. Niyə bəzi şəhərlər qlobal ticarətin mərkəzidir, amma bəzi şəhərlərdə böyük ticarət yoxdur? Yəni, uşaqlar bunu axırda öz nəzəriyyələrlə bunu izah eləməlidirlər. Və uşaqlar, burada müəllim bələdçidir. Niyə? Fasilitator deyil. Çünki bu açıq sualdır deyə uşaqlar yayına bilərlər mövzudan. Məsələn, uşağın biri deyə bilər ki, və yaxud belə bir sual verə bilər. Uşaqlar, nəyə görə bizim, tutaq ki, qrup işində nəyə görə çox səs-küy olur sizcə? Belə bir sual verə bilər. Uşaqlar bunu araşdırarlar. Məsələn, uşağın biri deyər ki, bilirsiniz, bizim sinifin pəncərələri açıq olmur və yaxud divarlarında şəkillər yoxdur deyə. Müəllim o dəqiqə deyə bilər ki, hə, bu maraqlı fikirdir, amma bizim əsas mövzudan yayınırsan. Görürsünüz, burada yayınmalar var deyə, açıq sualdır axı. Ona görə müəllim bələdçilik eləmək zorundadır. Yəni. Burada induktiv düşünür uşaqlar. Nə deməkdir? Yəni, baxın, yuxarıda bir sual var. Niyə bəzi şəhərlər qlobal ticarətin mərkəzidir, bəziləri deyil? Burada uşaqlar ayrı-ayrı nümunələrə baxır, sonra ümumi qərara gəlirlər. Ona görə induktivdir. Baxın, uşaqlar baxır ki, İspaniya yayda turizm var, İtaliyada da yayda turizm var, Yunanistanda da yayda turizm var. Deməli, axırda ümumi bir nəticəyə gəlirlər ki, hə, sən demə, Aralıq dənizi sahilində yerləşən ölkələrdə yayda turizm var deyə qlobal ticarətin də mərkəzidir. Deməli, ayrı-ayrı məsələlərə baxdılar deyə induktiv düşünmədir. Və niyə görə burada analogiya var? Ona görə analogiya var ki, yenə ayrı-ayrı məsələlərə baxdılar öz suallarına cavab tapmaq üçün. Başqa şeylərə də baxdılar. Bax, burada axırda baxın, açıq sualdır deyə yazmışam. Açıq sualdır deyə uşaqlar yayına bilər. Ona görə müəllim tez olaraq ipucuları da verir ki, uşaqlar həmən bu mövzudan yayınmasın. Məsələn, uşaqlara deyir ki, niyə görə məsələn sinifdə qrup işində səs-küy olur? Uşaqlar bunu müzakirə edəndə müəllim deyə bilər ki, məsələn, siz bir dənə kitabxana mühitinə də baxın, görün orada vəziyyət necədir, görürsünüz, ipucu verdi. Bələdçi odur ki, ipucu verir də, yayınmayasan deyə.